Nə oldu, hansı var? Düzəltdirəcəksən mən bilirsin. Ne deyirəm, bu basit və xəstən də. Sənin restoranını düzəltdirsəm, mən Şıxanlının nəvəsi deyiləm. Adımı dəyişərəm, daşı daş üstünə qoymayacağım, içi ve çortma biri, kim daş qayar, sən başını itirmişsən, hansı var? Ondan mən də yandıracağım. Yandır da, yandır. Xansa. Abbas. Buna da salfetka, sen dur qıraqda. Çəkil də qırağa çəkil də. Sen şimdi razılaş. Razılaşmıram, yandıracağım onu. Özünü yandırma. Benzin sudur, razılaş. Benim de bayaqdan deyirəm, bu benzin niye iyi gelmiyor? Ay sağ olun, söhbətin iyi çıxmamış, razılaş. Salfetka. Buyur. Buyurun, xaç var müəllim. Düzəltəcəksən mən? Əlbəttə düzəldəcəm. O ad dəyişmə məsələsinə qalsa, Şıxanlı nəvəsi deyiləm, adımı dəyişirəm, mənim problem. Sən restoranda düzəltdirəm, təzminatı nədir, onu deyirəm qadanam. Bir dənə burada qanqaraçılıq olmasın, mən tonqal sevən adam deyiləm, oddan uzaq adamım. Onu biz dənə yoluna söz qoyaq. Bax, Tali, düzəltməsən, İran gəlib yerə yandıracağım buranı. Yox, düzəltməni çaldıram. Sadəcə bir iki dənə şərtlərim olacaq, onları deyəcək. Nəzər alaq, nədir? Olsun. Şərtim də olsun, amma əvvəlcədən bura qol çək ki, mənim restoranımı düzəldəcəksən. Çox kişi adamsan, işi yıran adamsan. Aşağı dur biraz. Hər şey sırf təsadüfən çıxmışsa, kağıdın gəlmək. Bacınağı mətləblə görüşməsə də tez-tez zəngiləşib hal-ahval tutardı. Mətləbə məsləhət verər, yol göstərərdi. Öz dediyi kimi, axı məhəbbət elə belə oğlan deyil. Eşitsən mətləb, mən sözü bir dəfə deyirəm. Məni məcbur eləmə sözü ikinci dəfə təkrar edeyim. Çünki məhəbbət sözü bir dəfə deyil. Xoşun gəlmir, bir də təkrar edirəm. Aç qulaqlarını yaxşı eşit. Üzr istəyirəm, bağışda qələt eləmişəm, başımı yekə daşa dönmüşəm, bir də elə şey eləməyəcəm. Qulaq astı. Södarı məndən nə istəyirsən? Nə qədər mən sənə deyim? Allah, bir də deyim, bağışda. Oldu, yaxşı, davay, sağ ol. Məhəbbət, necəsən? Sağ ol. Nə var, nə yox məhəbbət? Sağ ol, salamat, belə yavaş. O Xansıvarın restoranının təmiri üçün dedim material yolla, pullu nədirsə vereyim. Yollamısan? Böyle, Xansıvar ofis. Hamısı yollamısan. Eşoqlar, Əl xəsarəti nədirsə denən indi verim. Özün nətərsən, acından ölmürsən ki, mən əlim üstündən götürmüşəm, acından zadından qırılarsan. Məhəbbət heç vaxt acından ölməz. Çünki məhəbbətin işi fıskırıqdır, başa düşdüyün qədər. Məhəbbətin alıp elə gedir ki, sənin yatsan yuxuna da girməzdir. Mənim pulum heç baltalar da kəsmir, başa düşdün? Niyə? Çünki məhəbbət turdavoy oğlandı. Sənin işin necədir? Mən də işim, yəni şükür Allah. Yaxşıdır məhəbbət. Özümə görə imkanım var, restoranım var, şirkətim var, pulum var, nə qədər işçim var, özüm yəni özümə görə imkanım var. Bütün günü pulu belə xərcləyirəm. Bayaq maşına kişələdiyim deməz, biraz da bir kəlmədə. İstəyən qədər maşını sağlayıram. Gəldi ki, Talih mənim və belə maşın burada alayım, çıxartdım 1.50'lik. İstəyən şükür. Ona 1.50'lik. 1.50'lik belə dağıdıram. Var, imkan xərcləyirəm. Talih müəllim. Hə oğlum. O bayaq 50'lik verdi, 10 xırdaladım. Buyurun, bu sizin 10 qəpi, bu 20, bu da 30 qəpiyiniz. Ayo, götür, zaman olasın, götür koydum buna, ehtiyac yoxdur. Talih müəllim, yox, götürün də. Ha, bir dəqiqə. Gələn dəvə gələndə pulsuz saxlayacağım ha maşına, 30 qəpi verdim. Görür müsün, rejim yanında çalışdığını? Yəni qazanıram, xərcləyirəm, 50 ona, 50 bunlar o belə. Özdə hamıya aiddir, bu sənə də aiddir. Talih elədiyini dala alan oğlan deyil. Gedirəm. Məhəbbət. Bəli. Sevda ilə küsmüsən, hər neynəmsən, o sənin şəxsi ailəv söhbətidir. Mən o evi sənə şəxsən məhəbbətə hədiyyə eləmişəm, bu evin açarıdır. Lazım. Yox, gəlməlimi dola qatarmır, bu evin açarıdır.
şadlıqla öz ailənlə yaşasan. Çox sağ ol. Bu maşını açar məhəbbət. Yox. Qoy bir də belə dur. O maşının üstündə sənin adın var. O maşını heç kim minə bilməz. Dala yazmışsan ya arxasında. Yəni Şumaxer ya məhəbbət. Buyur. Şarkıları söyləsən. Bu da məhəbbət. Tesadüfen düzümdə toyumuzun diski de var, elə qoy bunu da verin. Bu da sizin toyumuzun diski. Baxarsan, bəlkə hisslərə qapılasan, barışas eləyəsiniz. Qardaşa yaraşımız belə şey demək. Özün baxarsan. Çox sağ ol. Sən də sağ ol oğlum. Hesabımız nə qədər borcumuz varsa verək, yoxsa onunla onlar raşid eləsin. Hə, bax elə mən onun axırını yazdım, bax. 304 azayın. 304 mən nə deyim, vermişəm maaşımı ver. Yəni, söhbət o deyil. Əlbəttə ki, bu iş görürsən pul qazanmalısan. İşinizə baya düşdü, bu 4 nədir quyruq ki, bana yapışdırmışsa. Hə, indi bizim də pulumuz elə bu qəpikdən quruşdan çıxırdı, hə? Elə baxsan görəcəksən. Yaxşı, ağlamaya, dağlamaya burada. Məhəbbət heç vaxt ağlamır, başa düşdü. Məhəbbət elə belə oğlandı. Daşı məhəbbət anadan olağında ağlamayıb. Yox, yəni mən də ağlamıram, imkanım var verirəm. Mən o mənlə demirəm. O mən dedim, doğru solonu. Yəni deyirəm ki, bu 4 nəvdə 300'ü baya düşdük. Ya bunu 400 elə, ya 300 elə də. 304 biri ağza yatan rəqəm deyil. Hə, indi yaxşı, sən qohumsan, sən yaxın adamsan, sən 400 ver. 400 ver, biləm mi? Ama 304'e danışmıştık, neyse buradan anlaşmamız. Buyur. 100, 200, 300, 100 de indi yollayıram. Çok sağ olun. Gördüm yazdım ki, 100 borcu qaldı. Gəl görüm, bu ansambılda işlər necədir? Ansambılda əla. İş gedir, belə səviyyə məviyyədə hamı söz yerində. Hasarı masarı qutarıblar. Keçdilər şpakulovkanı vururlar. Qəşəng obedlərini də həll eləmişim. Prosta bu nağarı çalan biraz narahatçılıq edir. Deyir, olmaz axı indi bu hasarı hördüysə, bunun pulunu ala. Sonra küçükdə şpakulovkaya da, bildiniz? Elə. Sən ged o nağara çalana bilmən ki, Xansu var mənim çox hörmətli, izzətli adamlarla oturub. Yəni, özü gəlib həll eləyəcək mən məsələn. Dedim də, bəs, Masur mən özünüz bilirsiniz ki, mən həmişə hazırlıqlı gedirəm. Dedim ki, bəs, darıxmayın, marıxmayın, şeyləyin. Masur mən dedim, çox hörmətli bir adamla oturub. O dedim, getsin. Sonra özü gəlib dedim, şəxsiyyətli, mənlikli adamdır. Yəni, olmaz ki, Masur mənim üçün pulunuzu yesin. Gəlib verəcək də. O nə dedi? O dedi, Mansuvar mənə tanıtdırırsan. Şəxsiyyətsiz, mənliksiz, qürürsüz adam dedi. Deyirəm, yox, şoayət də, baxın, mən müdürüm, deyə deyirəm. Mansuvar müəllim, olmaz, belə. Bir dəqiqə deyəm. Mən bu nağırçılara həmişə səhv salıram. O hündür boy belə köçəli belə oğlan var, odur nağırçılar. Mansuvar müəllim, olmaz, belə, bu işlə, güclə, bu boyda muskantı siz nətər qarışdırırsınız. O hündür, qarmon çalandır. Yaxşıda deyil, özümü tapdım, gətdim. Bu şey, arıq verən, uzun sifət yoxdur, qara gedək, arıq. Nağara, hələ mırtda belə zarafat taşıdı, deyircizə ki, küləsə duranda onun qoluna gelir ki, güləvar aparmasın. Olsa da o qara gedər. Bildim, o zəhrimana da oxşayır belə naz. Arıqda bilirsən nələr var. Sən qızışdırıb amını ki, yox, pul anladıq, işləmirik, yapma belə qarşı. Sən ver. Bəli. Ged o nağaraçılarını çağırıb, ra. Bir-iki dənə onu şapalaqlayıb, ağlı başına gəlsin. Çağır təzələ. Hə, Hoş. Salam Məhəbbət. Hoş gəldin. Çox sağ ol. Nə yaxşı gəlmişsən sən. Çox sağ ol. Talih məni göndərdi. Dedi ki, apar bu 4 manatı ver Məhəbbətə. Çox sağ ol. Ay Məhəbbətim. Hə can. Mən sözün yoxsa, işin yoxsa mən gedim. Sevda getmə. Sevda, elə çoxdan da mən sənə demək istəyirdim ki, Sevda, gəl unudaq aramızda olan narazılıqları. Gəl, Sevda, mən istəyirəm biz bir yerdə təzədən qovuşaq bir-birimizə, bir ailə kimi bir yerdə yaşayaq, bir ailə kimi bir-birimizdən normal dolanaq. Bütün ailələr necədir, biz də elə qəşəng mehribançılıqla bir yerdə yaşayaq, bizim öz ailəmiz. Çünki sən bilirsən ki, axı, mən səni çox sevirəm, Sevda. Nə olar? Gəl son qoyaq bu ayrılığa.
Gəl birdən yenə də qovuşaq Sevda. Sən nə deyirsən Sevda? Ay məhəbbət, Ay canım. mənim fikrim başqa yerdə deyə. Mən sən başa düşmədim. Sən nə çərənlirdin? Ha? Heç nə taranına bildim. Heç nə taranına Sevda. Ala bu, sənin qardaşın qayıtdı mənə təzdən açarları verir, götürmürəm, istəmirəm bu. Başına açarları, bu evin açarları. Bu da səndən mənim toyumu diski. Lazım da, başa Bir dakika daha Sevda. Sen ne gezirsen burada? Sana dedim apar 100 manatı məhəbbətə ver çıx gəldi. Sən özün demədin ki, apar 4 manatı ver məhəbbətə, biraz söhbət elə, amma səyləmə. Ya seyləmə, dökməsən. Sən elə dedin də. Məhəbbət, bir dəqiqə, bir dəqiqə, əsəbləşmə, bir dəqiqə. Ala bu evin açarı götür. Ha yox, götür. Ona fikir vermə, ona fikir vermədin ha. Ala bu evin açarı. Onsuz evi kiriyə də verdim, oturan olmadı. Ala bu maşın, götür. Tane diskini yerə qırdın, elə ama öz sələsizsin. Mən burada sizin toyunuzun diskini gəzdirməkdən mətləf göçək, mətləf göçək. Mətləflə göçək də dalaşan kimi disklər qırır. Bu cavanlara təzə xasiyyətdir. Ki bacı eynidlər də. Xasiyyətdir. Xansvara toyunda kəllə vuruldu, Xansvara toyunda kəllə vuruldu. Kuruplu plan. Bir dənə qalıb. Məhəbbət, Sevda, toy şənliyiniz çox mübarək olsun, baqatı toyudur. Toyun diskini qırmazlar, baxırsın şeylə, sən də sağ ol məhəbbət. Yaxşı, şey deyirəm, məhəbbət. Bunun boy buxunla qaynanası qurban. Gönlümdür, gönlüm. O gönlüme qurban olun. Bak, sabah qonşumuzun qızının toyudur. Mənim aldığım o yaşıl donu geyinərsən. Sana yaman yaraşır. Yaxşı, ay bəs xala giyinərəm. Deyirəm toyda da bir qabaq-qabağa sındıra oynayarıq. Gönlümdür de gönlüm. O gönlüme maması qurban. Ay kızım, her adamdan kucaklaşıp öpüşme. Yaman grip yayılır. Bala, xəstəlik belə müsibət yayılıb. Amma deyirəm Ceyran xala, sənin bu barədə bəxtin yaman gətirib ha. Pis adama heç nə olmur ha. Başladılar yenə, yaxşı da, başlamayın da yenə də. Bir dəfə olacaq ki, biz toya gedək, orada mehriban olaq. Həmişə toyda biz davalı olmalıyıq. Sen toya yeni o yaşıl paltarını giyineceksen. Bacı, mənim aldığım o yaşıl dona nə olubdu ki o? Ne olacak? Hansı toy şəklinə baxıramsa yaşıl dondadır. Değişen bir dənə bəylə gəlindir. Az bunlar gəlinə baxandılar bunlar. Ay mama, onda Talihə deyim mənə pul versin, gedim özümə təzə paltar alım. Ha? Ay gəlir, mənim aldığım o yaşıl dona nə olub bax? Bala, niyə ana bala birləşib mənim oğlumun var dövlətini dağıdırsınız? Oy! Bəsdi xala, mamam düz deyir də, mən nə vaxta kimi hər toya yaşıl donu geyinməliyəm ki? Başım çıxmır, mənim niyə görə mən nə salmaq istəyəndə həmişə siz bir mız qoyursunuz? Sağ ol ay gəlin, sağ ol. Deməli siz ana bala birləşib plan cızmısınız ki, evdə dava dalaş salıb məni pis adam eləyəsiniz. Oy 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 oy. Ay da sizin əlinizdə. Sən bilirsən nə sən bilirsən. Ay canım, ay. Çatlasın beni dolduğun yerde karnın çırlayın ana. Ay mama, ne oldu sen? Ne tel adamlarsınız siz? Siz görmürsünüz ki o hasta adamdır, onu niye səbləşdirirsiniz? Az. Sen karışma bu işe. Sen bu işe karışıp özünü pis adam eleme. Sen bunlarla başarabilmezsen. Ay mama, nətər qarışmayayım? Sən özün demədin ki, mən özümü xəstəliyə vuracağım. Sən də dur qapının dalında, qulaq as. Sonra da gəl denən ki, mən mamı niyə səbləşdirirsiniz? Belə dedim ben, belə demədim. Ben dedim. Nə dedim? Ben dedim.
göndərdiydi da. Sonra elan dedim, elan dedim. Sonra ne diyorsun, sonra ne diyorsun, sonra ne diyorsun? Sana ne borcu var sonra ne diyorum? Müdüriyyətindir də qardaş, bilməliyəm. Yemisən. Xası var, bak budur sana deyirəm. Bu akşam pul çatmasa ha. Bildin? Ne dedim, ne dedim, ne dedim, ne dedim, ne dedim? Özündən soruş, özü deyir. Söyləməsə, səbir olun, məbir olun. Nasıl var məli? Ne deyir de, ne deyir, ne deyir? Ne diyecek? Adam konkret pulu istiyor da. Talih heç vaxt qadın söz söhbətlərinə qarışmır. Evdə olan hadisələri elə Arzunun dilindən dinləyib sakitcə qulaq asır. Niyə bu məsələni bu qədər şişirdirsin? Nə ehtiyac var idi axı? Nə deyirəm mən? Bax, həmişə o yaşıl donu geyinmişəm də toylara. İndi bu dəfə istəyirəm ki, təzə paltar geyinim. Nə var axı burada? Ana, niye bu kadar pahalılık edirsən? Ha, Talih'in pulu yoktu. Talih 50'yi o stayanşka, 50'yi bu stayanşka, 50 belə gedir, 50 belə gedir. Nədir mən arvadıma 50 manat, 100 manat pul xərcləyə bilmərəm? Niçivası be, her şeyin bir pirdeli var. Anamsan, o demek değil ki, mən olan yerde, kişi olan yerde kadın danışmalıydım. Ay oğlum, başına dönüm kurban olum. Tamam. Ben ne diyeyim ki? Olmasa derim git təzəsini al. Onun gene yaşıl paltarı var. Benim neyim var? Erim ölenden sonra ümidim pənahım, tek oğlumadım. O da ne alırsa arvadını alır. Ana ya da düşmür. Ana da kalıp urvaksız ortalıkta. Arzu, buradan tur da vay açmışsan, başa düşmedim. Benim anam paxıldı, düz derdə 51'ini belə alırsan ki paltar aram, 51'ini belə alırsan paltar aram. Başa düşmedim, Talih milyarder sattı senden öteri. Her şeyin bir pirdeli var ha, niçivası be. Başa düştük, başa düştük. İstəmədim. Nə paltar istəyirəm, nə də toya gedəcəm. Ben ne dedim ki? Bu ne böyle? Niçivası be? Niçivası be, niçivası be. Yakşelir, bu evde benim anam değildi. Ben hiç şibam, anam ne der odu. Kulak as ana, kulak as. Pul lazımdı. Talih'in pullarına geldi. Al. Götür, götür. Basit de güzel yaxşı işleməkdəyiz. Kulaq as, eşidin, açın kulağınızı eşidin. Bu gündən bu evdə anam deyəndi. Ana, Arzu da gördün nəsə, hoşuna gəlmən bir söz danışdı, gəl bir kəlmə mənə de, boşuyum Arzunu. O qədər İngiliz dilini bilən ali savadlı müəllimələr var ki, evlənərəm, kim peşman olar. Niçivası be? Sivası be, benim çok tur davayla oynamayın. Gözüm çıkmaz zəhərliyim de, çok əsəbiyim ki, zəhərliyim. Gel. Tur davayla değil mi, əbbət mənim arasında? Çox sağ ol, ay Talih, çox sağ ol. Ay Arzu, sen bir dona göre ne küsüp gelirsen ki, kadın alma, ben ne dedim ki, başka dönü. İstəmirəm. Nə don istəyirəm, nə də toya getmək istəyirəm. Oturacağım bütün gün evdə tək. Senin hiç turda boyun yok diye Arzu. Bir turda boyun işlettiğini görsen ki ben orada politika işletirim. Ben hiç bir olmuyor. Sen ne vaxt demişsən ki, Talih ben don almak istəyirəm, Talih de sana pulu vermiyor. Talih pulu size göre kazanır. 100, 200, 300, ala 400 manat. Şadlıklara yeynəsən. Qocadım mamama da həqqi, mamam biraz artıqdan bir kəlmə ona gör nə deyirəm hələ. Kulak as! Heç getmişsən, toya da getmişsən, evdə otursan. Ne istiyorsan o kadar ağla çözüm bilərsən. Mən bu evdə anam deyən keçin.
gördün ne dedim? Elim zəhərdir, əsəbləşdirdi. Anam da, anam ben çok isterim yeni ama şey değil. Saat 2'ye kaldı ya Arzu. Durun gidin özünüze don alın da kadının. 2'ye kalıp birazdan mağazalar bağlanacak. 3. gündür karot gidendi. Belki eyvadan geldi. Durun gidin. Dur tez gel tez. Benim. Bu qədər varım dövlətim var, imkanım, şəraitim. Amma bir də insan tapmıram ki, onun yolunda xərcliyim. Başa düşsən? Davani atam, yəni qulluğundayam ha. Bax, məsələn üçün, sənin kimi gözəl, gölçək bir sevgilim olsaydı, onun yolunda nələr eləməzdim. Nələr? Nələr eləyərdin İsmail? Məsələn üçün, sevgilim məndən dəvə kutabı istəsəydi, zəng eləyərdim Ərəbistana. Orada mənim bir dənə dostum var, milyonçu. Dünyanın 3-cü milyonçusudur. O bu dəqiqə əldən ayaqdan gedir ki, mənə görə mənə qulluq eləsin. Mənə üçün də sevəsin, başa düşdünüz. Hələ belə milyonçu olmayıb o. Onu mən milyonçu eləmişəm. Sən ki, sevgilim dəvə kutabı istəyir. Sevgilim ha. O öz gəzdiyi dəvə var ha. Dəvədən düşüb, dəvənin başını kesib mənə üçün dəvə kutabı göndərərdi. İnanmırsan? Hə? İnanmırsan? Özü elə belə broiler dəvəsi yox ha. Əsl kənd dəvəsi. Yaxşı da İsmail. Nə yaxşı, nə yaxşı. Məsəl üçün, mənim sevgilim məndən quş ətilə kabab istəsəydi, mən gedib onun üçün quş vurub gətirərdim. Ova gedərdim. O zaman ova gələndə quş vurmuram ki. Güllə atıram, quşlar özü gəlir. Gülləyə deyir, düşür ayağımın altına. İsmail mənim, bizi yi. İnanmırsan? Hə? Ne demek istəyirsən İsmail? O demək istəyirəm ki, mənə çıxar. Nə vaxt ürəyin dəvə kutabı, quş ətindən kabab istədin, mən sənin qulluğunda hazıram. Ömrü boyu. Rüşsən. Davani ata. Bektin verdim axı. Dostuma verdim Fəridə. Qalimba gəlməyə verdi. Talih, Arzu tapşırmışdı ki, sən yeməyini mən verim. Əla xəngəl süzmüşəm. Gəl ye. Xəncəldən indi xəncəl mən quru yapmıyorum. Üstünde kent çolpası var. Hə, kənd çolpası inandı. Kent çolpası. Kent çolpası. Ne Ceyran xala? Sen özün bilirsən ki, mən kent çolpasını xoşlamıram. Mən şəhər broilerindən xoşum gəlir. Sen belə Ceyran xala, sənin əziyyətinə qiymət verirəm, amma imkan varsa o xəncəlin üstünə qıyma tökərsiniz. Qıyma ilə xoşlayıram, əziyyətinizdən gezirsiniz. Yaxşı. Salam dedim ki, biraz yavaş sürdü üstüme çarpma. Her adama etibar edemiyorum ben bu sistemi. Ben de her adamın üstüne... Ayağını çek şoför kanı. Yanda ələqə dolaşsan. Söhbət edeyim. Git ver bura. Sakla burada görüp. Sağ olan etibar, sağ ol. Gel eləş görüm. Gel bir şekillerini göster görüm ne ter düşünsene. Bəyəkdən danışın. Göstərim Temur mən. Burada deməli bu dağın başında görsən qarpız yayıya çəkdirmişik. Yaxşı şəkildir. Qəşəng düşüb. Təbiət belədir. Burada da dostum gəlmişdi rayona. Elə orada dostumdan belə oğlum boyuna çəkdirmişik. Bu da yaxşı şəkildir, yaxşı oğlandı. Bu nə şəkildir, nə gündə düşmüşsən, heç yüzün gözün görürmür. Yox, burada deməli gözümə gün düşürdü. Əlimdə də mobilli telefon var idi. Elə əlimi belə eləmişəm, qəşəng şəkildə. Hə də belə düşübdü. Yaxşı, bütün bu şəkillərə, bu alboma bir yerdə nə qədər pul vermişsən?
özün bilsən də indi hər şey bahadır. 80 manat. Şəkillərin qiyməti belə qalxıb ki. Elman müəllim, bu radardır. Radar çəkən şəkil belə olur. Belə deyildi. Etibar. Barı bu şəkillərin pulun Talih müəllim ödəyəndə ona bir babat təşəkkür elə. Niyə? Çünki belə bir kəlam var. Deyir, insanlara təşəkkür eləməyən kimsə Allaha da şükür eləməz. Sen necəsin burada? Git öz iş yerində işlə də. Çaman dərs oxuyub, çıxdır be. Ələk, sən şalvarın ayağının balağını düzəldirəm. Sonra deməyəsən ki, işə səhlənkər yanaşır. Yaş, parmağını bilsin, yavaş. Qıllatman. Müəllimə, mən baxıram biraz Kamran gec qavrayan uşaqdır, gec götürür, atasını oxşuyur, məndə də biraz bəzi şeyləri gec götürürəm, amma sonra öyrəşəndən sonra uyğunlaşıram. Yəni, sözüm canı nədir, deyirəm ki, bəlkə Kamran biraz istirahət eləsin, biz də bir valideyn müəllimə kimi çıxar, təmiz havada, balkonda kakrazində ora boşdur. Yox, Tələmən. Təmiz havada, Yox, Tələmən, biz elə indi başlamışıq. 10 dəqiqədir ki, başlamışıq. Hə, yəni, davam eləmək istəyirsiniz. Dıngıllatma, əsəbiyəm, dıngıllatma. Ondan belə eləyək də, indi biz pulumuzu 50 bura xərcləməklə deyil də, müəllimə, nitvosi. Yəni bizim də özümüzə görə öz trudavoyumuz var, baya düşsünüz. Ona görə xahiş edirəm. Olar mən öz evladıma İngilis dilində sual verim, mən bilim ki, mən qazandığım haya gedir, çaya gedir. Bilə bilərəm onu? Buyurun, buyurun. Kamran, sən mənə denən, İngilizə bir dayanda onu saxla. İngilis dilində həlləm, qəlləm nə deməkdir oğlum? Bilmirəm. Bəs sən mənə denən hətərəm, pətərəm nə deməkdir İngilis dilində? Bilmirəm. Bəs sən mənə denən ki, ləlön nə deməkdir İngilis dilində? Bilmirəm. Sən mənə de görüm, oğlum, İngilis dilində urvatdı nə deməkdir? Zəftal nə deməkdir? Bilmirəm. Bəs sən nə bilirsən? Açıq deyək də müəllimə, mən işimdən, gücümdən bütün işimi, gücümü hətərəm elib tullamışam bir tərəfə ki, mən evladım dərsini oxusun, urvatlı olsun, zaftalı olsun, sən də burada məndən həlləm-qəlləm danışsan. Sən nəyi bilirsən, ay oğul, nəyi bilirsən müəllimə, açıq deyək, dərdimizin deyək, 50 lira xəşdirik, 200 sizə veririk hər ay, iş verdiyin danışmaya bir dayanda. Bu şey nə belə öyrədirsiniz, həm? Üzr istəyirəm Talih müəllim, İngilis dilində bu sözlərin tərcüməsi yoxdur axı. Mən elə bilirdim ki... Az Narış, buradasan. Az nədir? Lap olsun Narış nöqtə az. Nə fərq var ki, az. Narış, sənə bir dənə şeir yazmışam. Sən qulaq as, gör necə bir şeirdir. Ümumiyyətlə, sən şeirdə xoşun gəlir? Ha, xoşum gəlir. Əsas da romantik şeylərdir. Romantikın var sənin. Oyda, sağ ol. Daha deyim də şeiri. Sən mənə naz etmə az. Əgər nazığı etsən az, yenə səndən əl çəkmərəm az. Desələr Abbas ölüb az, əynivə qara geyinib ağlama az. Şad ol, ölməmişəm, buradayam, körsən az. Necədir? Bilirsən necədir, Abbas? Birincisi az olsa, az. Yaxşı olardı. Azlar olmasa məntiqdir, şeydə onun nə məntiq oldu, az olmasın? İkincisi isə, mənim bilsə necə şeylərdən xoşum gəlir. Necə? Sətirlərin əvvəli mənim adımla uyğun gəlsin. Elə təxminən məndə də elə bir stillidir də. Bax, nə var burada bax? Sən mənə naz etmə az. Əgər nazığı etsən az, bax, var, düzdür, səydəş. Bu nə sözdür? Hani bu şeydə bir şirinlikdir, demirlər az, səydəş, o elə. Ne olur ha? İngilis dili çox kasıb dildir, açıq deyirəm. Yəni, sözümü nəyə yatırım, müəllimə? Bilirsiniz, mənə qəribənə gəlir. Mənim özümün Minbərkət Halal Neymət kimi şirkətim var. Ət və süd məhsullar. Özümün şəxsi restoranım var, biznesim var. Şəxsi maşınım, şəxsi sürücüm, evim, eşiyim, 2-3 mərtəbət.
Yani özüm qızıl xəstəsiyəm, qırqızıl xəstəsiyəm, evdə kilo ilə var. Yani qızılı sevən adamam, əqiqdir, təmiz əqiqdir, qaş əqiqdir, ağ qızıldı, provasına bax. Yani sifarişlə düzəltdim. Söhbət bu deyil. Yani qəribə nədir? Məni kimi bir varlı insanın belə oğlu bu cür kasıtını öyrənə bilmir. Sənin atan çox imkanlı deyil. Bu dəqiqə 2-3 dənə ailə saxlaya bilər. Kişi deyəməz belə şeylər adam. Sən belə özək bilməyən, xoşuma gəlmir evladım. İngilis dilini yaxşı öyrən. Ali, şalvar hazırdır. İnşallah. Hayır, get bir dənə bunu pörük elə. Dur. Qismətə ehtiyac yoxdur. Sən tikdiyin şalvara söhbət sual yoxdur. Ali, sən bir dənə dur ki, sən get bir dənə pörük elə. Gör, indi mən nə tər şalvar tikmişəm. Hə, qismətə ehtiyac yoxdur. Qismətin əli qadın əli kimi o qədər incədir, o qədər gözəldir. Ona görə də ehtiyac yoxdur. Sən tikmişsənsə deməli gözəl tikmişsən. Axşam yoxlayarım qismət. Ali, sən get pörük elə, sözümə qulaq as. Kamranın dərslərinlə məşğul olduğum üçün indi vaxtım yox da götür get sonra primerk eləyərəm də mən turda boyunla oynamada keçsəm istəyirəm I'm sorry Ali, sən get pörük elə, əmsi məşğul olacaq şu an dərsindən, gör özdə sənin kimi qanunu məşğul olacaq. Bu Kamran, hə. Yaxşı, primerk eləyim də. Hə, müəllim. Qismət, bir dəqiqə, üzürsəm. Primerk adım xoşuma gəlmədi, keç, klient mən deyiləm. Hoşuma gəlmədi qardaş, təzdən tik, nətər dedim. Təzdən nətər yandı ki? Təzdən tik, daha klient deyiləm qardaş, bəyənmədim. Təzdən tik. Bildin? Xeyr Xansar müəllim, günahın hamısı qəmbərdədir. Yalan deyil Məsrur müəllim. Günahın hamısı məndədir. Məndədir. Günahın hamısı, münahın hamısı məndədir. Dincəlim, müncəlim. Hamısı məndədir. Ay qəmbər. Rıza baba belə onu deyir də, deyir ki, günah qəmbərdədir. Əlbəttə. Elə yox, ey Məsrur müəllim. Deyirəm günahın hamısı məndədir ki, o sizin dalıvıca danışanda, manşanda. Mən gəlib sizə heç nə deməmişəm. Amma indi deyərəm, sonra görərsən də, mürətdir. Nə deyəcəksən? Özün yaxşı bilirsən, maxşı bilirsən. Muxna. Sən desən, mən də deyəcəm. Nə deyirsən? Koridor yadındadır, koridor. Koridor. Ay şolaya, mişolmaya. Çoğun oğlusun. Ha burada çıktın sen ha. Şurada boş çözerler mutluzanlara. Ay bulayım. Bu sana güvenir değil mi ha? Ay qəmbər. Nə söhbətdir? Heç ne Məsrur müəllim. Lap belə köhrə söhbətdir. Söyləmini. Nə dəxli var, köhnə söhbətdir, təzə söhbətdir de, mən də bilim nə söhbətdir. Ay Məsrur müəllim, bu höcətiniz olmuyor da sizin. Lap köhnə söhbət deyil, mənim öz yadımdan çıxır, benim adımdan çıxır. Gelib dinozavr vaxtından çıxır, YouTube'da var da göstərelim bakalım sizə. YouTube'da var. Buyurun, eşitirik, çağırım üstəlik. Neyse. Dahi İngiliz qəzəlxanı File Enter Searching'in sözləriyle başlamaq istəyirəm. Oturam. Yox. Pəmbe-i canin ehti qəribana Fəlakətdən qərib etdi Qırılmazlar. Yəni, mənim səbrimi daşırmayın. Səbrimi daşırmayın, ay qardaş. Mən deyirəm, sizə bu restoranda yiyinti var. Sizsə mənə burada uşaq söhbətlər edirsiniz, bir-birinizdə günah axtarırsınız. Şeiri oxuma. Sətirlərin əvvəlinə baxım. Mənim adımla uyğun gəlir. Yəni sənin adına uyğun gəlir, çalışmışam onu uyğunlaşdırdım. Görsən, könlümün qəribsəmsən, yəni baş hərflər belə də var, kəllə paça. O nə sözdür? Kəllə paça? Şeir ağzından belə çıxır, yəni. Sənin ağzından fərri söz çıxır? Hə? Yəni, mətbəxdə nə gəlsin? Mətbəxdə gələn şeir ya kəllə paça olacaq,
Ya bozbaş olacak ya. Ben birini de yazdım. Böyle bir çoğu daşkaldaq kovurması. Böyle koşuyor. Yok, hoşuma. Ama dedim ben deniz kenarında yazdım. O daha yakışıdır. Tam denizde boğumu öldüreceğim bu. Özüm vurmadın. Tamponu dayan oğlanam. İstəmədim qan qarası gibi olsun. Rıza baba, Bəli, Xansar mən. Rafiq müəllim gəlmişdi. Bəli, Xansar mən, gəlmişdi. Bəli. Gəliblər. 2 nəfər adamla gəlmişdi. 2 nəfər gəldi. 2 nəfər gəldi. Sizi soruşurdu. Sizi soruşdular. Axtardı, tapa bilmədi. Siz mənə dedi ki, bəs Xansar müəllim orada oldu, bilmirəm. Siz axtardılar, tapa bilmirlər. Bir dəqiqə dünyada bu söhbətimiz eləyəydi. Bir də bir sözü, bir kişilərsə... Olmaz deyil ama kişi senle bir dəqiqə diyam. Sen ne yürümemiş kaçtım özüm ortadan çoktan. Kişi benimle diğer sakit ol. Sus. Gəldi nə dediniz Allah? O da dedi ki, Xansarı görsən deyən ki ona, onu tutsam qulağını başı boyda eləyəcək. Kimdə Rafiq? Başa düşmədim, Rafiq kimdir? Deyir kimdə Rafiq? Rafiq ömrü boyu məni tuta bilməz. Özünü cemaata güldürməsin. O məni tutsun, sonra mənim qulağımı başım boyda eləməkdən hələ danışmadım. Birinci mesela beni tutsun sonra gelip... Ay bir diyanda. Rıza baba, Çay, get işindən məşğul ol. çay gətirib Xansar müəllim. Getir. Heyecandan beni, heyecandan beni kim diye olar? Hamısı uşaklar. Mansur benim, o tavan söhbətini neyini etmeli? Tavan da mavan. Ne qarasalar, sen gelip bizi burada tavana otuzdurmadı, Demek ki, akşamaki vaktiniz var, pulumunu çatdırın. Yadınızdan çıktı, Mansur benim. Böyle bir məsuliyyətsizlik olmaz, değil mi? Yadıma düşdü yadıma düşməyinə. Pul yoxdur ya, pul yoxdur, mən neyniyəcəm ha? Gene yoktu mənim. Pul oldu mən sənə demədim, heç olmasa sən demə də. Bəyək sənin gözümün qabağında mən corablarımın yerini dəyişmədim, baş parmağım corabın deşiyindən çıxırdı. Sağı sola, solu sağa giymişəm. Heç olmasa sən demə də bunu, sən ki bilirsən mən. Narıçqa, gəlmişəm sənlə bir məsləhətləşim. Məsələ var. Bu yaxınlarda mən, deyəm, necəsən? Ad günümdür axı. İstəyirəm Balaxanadakı villamda ad günümü keçirdim. Ama qalmışam, bu 4 dənə müğənni var beynimdə. İstəyirəm bunlardan birini çağırmayım. Başa düşdün, də adını deyəcəm, sən özün deyərsən bana. Biri Şakiradır, biri Beyoncé'dir. Beyoncé o qara. Biri J.Lo-dur. J.Lo da Jennifer Lopez. J.Lo mən vermişəm buna adı. Mən J.Lo çıxsa almışam. Bir də Madonna'dır. Bu məsləhət eləmək istəyirəm, bunlardan hansını çağırım? İsmail, dördü də hamısı çağrılasıdır. Hamısını çağır da. Sənə xatibə hamısını çağırarım. İsmail, o cür sənətkarları bu qədər pul verib Balaxanadakı bağ evinə çağıra bilirsən, mənim əlimatımı verə bilmirsən, yerdən mənim əlim. Ay Teymur, yenə başladın sənə. Görürsən, ad günümə hazırlaşıram da. Ad günümə 4 ay qalır. Mən heç eləməmişəm, hazır deyirəm. 50 man belə gəldi. Bəsdir də Teymurda, yekə oğlan. Sən də qərib adamsın, nə vaxt istəyirəm deyirsən ki, bəsdir də verəsən. Ad günümü keçirdim. Ad günümü keçirdim, verərəm. Yaşlı gözləyəm. Narahat ol. Qərib adamsın. Səhər tələsirdim, yadımdan çıxıb silmək. Budur mənə verdiyin dəyər. Mənə 800 manatlık ayaqqabı almışsan. Mənə qoyduğun hörmət budur. Əzim, mən bu ayaqqabını 800 manatına görə almamışım, sən el arasından çıxasan. Bu sənin üçün evdə eşikdə elə belə yer yığış eləyəndə giymək üçün olan ayaqqabıdır. 800 manat. Mansur ben, bu lazım değilse ben bunun mabanını kestirim, ipimi saldırım, böyle yaxşı baba toylarımız olanda giyinerim de, burada olmaz öyle. Da lazım değil de. Qəmbər, xanım evdə ayaqyalın yığış eləsin. Sən belə şeylərə görə ürəyimi sıxma. Əzizim, bir də ki, 80%'lik dükkana getdim. Orada bir ayaqqabı görmüşüm. İstəyirəm alım. Yaxşı. Sən mənə də görüm o
80% endirimlə olan ayaqqabı neçədir? 1500 manat. 1500 manat. Evdir. Evdir. Remontludur. Yani bir senedi olmaz. Alladarlar. Mansur müəllim, bu dəqiqə maklerlər adamın başına bir dənə oynatır ki. Əsas o da dənizə Panamerası var. Panamera, dənizə Panamera. Uşaqsız Mansur müəllim. Qəmər, ev almırıq, xanıma ayaqqabı alırıq. 1500? Ana gözünü döyürsən. Git tezələ telefonu satın, ona qalacaq, pulunu ver. Onu istəsən gəlsin bizim olsun burada. Mansur müəllim, xanım üzr istəyirəm. Olmaz bu ayaqqabını 20 manatda sıxıb elə aşağı eləyəsiniz ki, mən də tez 100 manat götürüm, qaçın bunu xırdalayım, tez 20 manat nağara çalanı yola salım, problemimiz olmasın, 1480 manatda Allah xeyir versin. Alın, əsas odur ki, sənəd olsun, yəni, onu deyin. Qəmər, yəni mən özümə necə sıxışdıra bilərəm gödüm, orada 20 manat söhbət eləyim. Ayıb da, mənə yaraşmaz 20 manat söhbət eləmək. Get, əziyyətini çək, telefonu sat, nağara çalan pulunu ver. Məndə pul oldu, sən ödəmədim. Lan durmuşsan, get də. Mansur müəllim, bu gün ikinci dəfə də siz həyat yoldaşınız yanında mənim üstümə qışqırırsınız. Çıxıb gedəcəm, ha! Eleonora xanım, mən 30 yaşında cavan, canı sulu, subay oğlanam. İngilis dilində düzgün necə tələffüz eləmək olar? Qismət 40 yaşında axsaqqal kişisən, ailəlisən, 2 uşağın var, canı sulma bax, hə? Küləyəsən kimi yatağa düşən xəstə adamsan. Bacanağın mənim evimdə qalan bir adamsan. Ayıb deyil, Kamran dərs oxumur. Heç mənim bu qədər varım, devlətim, şəxsi sürücüm. Belə qırım qızılım, az qısıldı. Həqiqətən də probasına bax. Həm sifarişlər. Hiç ben hiç demirəm bunu. Sen niye buradasan Qismət? Ne gedib şalvar gitmişsən öz iş yerində? Ha Qismət! Ne buradasan? Qismət, sən burada nə edirsən, ha? Sən iş yerini bilmirsən, çıx balkona, şalvarları tek. Ceylan xala, biz necədir? Balkonda gün gözümə vurur deyən, düzgün tikə bilmirəm. Balkonda gün var. 3 gündür leysan yağış yağır. Tez ol çıx balkona. Başda Ceylan xala, senin hansı Ceylan xala? O qədər işim var ki, yəni xəbərim yoxdur hava necədir, çöldə hava necədir xəbərim yoxdur. Çıx orada havalanarsan yeri. Bir dəqiqə olar. Bu Urfa kebabı çox xoşuma gəldi, ləzzət elədi. Xoşunuza gələr də, onu bizim aşpaz hazırlayıb, qardaş. Zəhmət olmasa ondan 4 porsiya hazırlaya bilərsiniz biz. Darıxmasın, biraz gözləsən, aşpaza deyərəm, hazırlayar. Gözləyirsən? Zəhmət olmasa. Abbas! Mükemmel şeyim yazdı. Filin 4 pos Urfa kebabı istəyir, tez hazırla gətir. Urfa kebabı ne sulu yemektir ha? Ay, bu Urfa kebabı bəx vermədi, yerim bütün bu Urfa kebabı hazırla gətir də. Ama o hazırlamadım ki. Zengele Anadolu'ya oradan gel. Hadi Zengele getirsin de. Sen uzun Zengele'yi benim kurtum. Bu siz... Mükemmel şiirimi yazdım lan ha. Ben görüm. Alo. Kardeş. Anadolu restoranıdır. Xahiş edirəm oradan təcili bacanaqlar kafesine 4 pors Urfa kebabı göndərin. Bir də... Talih, Haycan. qiymə hazırdır. Gəl xəngəliyə. Giyməli xəncər. Xəncər. Ceyran xala açıq deyəcəm. Son vaxtlar Kamran biraz nadinçləşib, dərslərini oxumur. 5 dəqiqə nəzərimdən qaçan kimi görürəm nadinçini yelir. Əsəbləşmişəm, əsəbdən bütün iştahım küsüm. Dərsini yola verək, ondan sonra yalım deyimdə. Onda yeməyi saxlayaram, dərs qutaran. Gəl qazanım, orada şeyləm. Yaxşı. Babam şəhəli. Müəllimə, mən üzr istəyirəm, mən fəlsəfə xəstəsiyəm. Özdə əsasını İngilis fəlsəfəsinə çox maraqlanıram. Bu yaxınlarda bir İngilis dilində bir fəlsəfə əsər oxuyurdum. Orada bir sözdə yaman ilişdim, yaman pis ilişdim. Dilimdə qaldı o söz. Nə söz idi ki elə?
İngilis dilində I love you nə deməkdir? Ata, bu məncə mən səni sevirəm deməkdir. Məncə yox, burada mənə dəqiq tərcümə lazımdır. Sən Allah'ın bir lalın sözünü tərcümə eləyəmirsən, həllam qəllam tərcümə eləyəmirsən, sən nə bilirsən I love you nə deməkdir? Mənə dəqiq lazımdır, dəqiq. Talih müəllim, I love you sözün tərcüməsi mən səni sevirəm deməkdir. Mən də nə? Mən də elə düşünürəm ki, elə mən səni sevirəm deməkdir. Çünki I love you, I love you, yəni I love you adamlar arasında ola biləcək bir sözdür. Müstəsna rollar xidmətindən öz tırda-boyunla məşğul olmaq lazımdır. Müəllimə bir dənə də sual vermək istəyirəm İngilis dilində. 2 aydır sizdən dəli divanəyəm. İngilis dilində necə tərcümə olunur? Ata, maniçini itarsın axı, görsən ki, dərs keçirik. Manisiv törədirən ha? Yaxşı, nə olar? Manisiv törətməyim, dərsinizi kesin. Amma sən 2 aydır mənə manisiv törədirsən, mən səsimi çıxartmıram, pərdən açmıram. Sən üzümə dedin, dərsini oxu, qabanqa bax, əlqi düz qoy, belə dur. Kamran, A hərfini böyük yaz. Nə böyük yazsın? A hərfini böyük yaz, dələ mən bir ətər pul xərcləyirəm ki, sən burada A hərfini kiçik yazsan, A ata, biraz böyük yaz da. Müəllimə, sizdən çox üzr istəyirəm, elə dur. İcazə verin, mən Kamranı aparım, cəzalandırım. O ki, dərsini oxumur, sağa sola, nə olsun mənim imkan var, nə olsun əqiq qazı. Yəni, bunlar var deyil, dağıtmalıdır mənim oğlum. Kamran, dur ayağa, dur. Çox üzr istəyirəm müəllimə. Mən Kamranı cəzalandıracağım. Siz burada gözləyin, mən Kamranı cəzalandırıb gəlirəm. Talih müəllim, cəzalandırmaq lazım deyil. Kamran çox yaxşı şagirddir. Dərsinizə davam edin. İstəyirsiniz onda dərsinizə davam edin. Dərsimiz qutardı. Dərsiniz qutardı? Kamran, atan sənə fəxr eləyir. Qalx, otağına atan gəlib birazdan sənə təşəkkür eləyəcək. Çox istedadlı uşaqdır, atasına oxşayırdı. Mən Eleonora xanım müəllimə mən çoxdandır 2 aydır, düz 2 aydır sizi görəndən bir söz var sizə demək istəyirəm, amma hər dəfə insanım, həyəcanlanıram, stress keçirdirəm. Buyurun, nə demək istəyirsiniz? Mən bir daha qeyd edeyim ki, 2 aydır bu sözü sizə demək istəyirəm. Yəni, Eleonora xanım, mənim sizdən Çürüyen kalmışam urbatsız ortalıkta. Arzu. Neyim var benim? Bura bax ha, burada nə tırda boy. Tırda boy. Masör mənim, əsas orada dənizdə Panamerası var. Onunla derimi sən mənə. Hayır, kişi mənə deyir ki, sus da, bütün özün nə aslan ortalığa. Dedim yoxdur burada. Deyib yoxsun burada. Dava nə dedi? Dava nə dedi? Ha bir də